sinif və ya təlim mühitində müxtəlif qruplar, yəni öyrənməsi intellektinə, təlim nailiyyətlərinin qavranmasına görə daxil olan şagirdlərlə fərqli metodlarda işləmək və dərsləri hər qrup şagirddə uyğun olaraq planlaşdırmalıdır. Difersional təlim adətən eyni məkanda müxtəlif öyrənmə xüsusiyyətləri və tələblərinə görə fərqlənən qrup, heterogen qrup olduğu mühitdə tətbiq edilir. Deyir, məsələn, müxtəlif təlim ehtiyacı və öyrənmə xüsusiyyətlərinə malik olan şagirdlər üçün müəllim daha çox çevik və dərs planlamalıdır. Müəllim müxtəlif səviyyədə olan şagirdlərin uğur qazanmaları üçün lazım olan məzmunu öyrənmək üçün deməli, müxtəlif üsullardan istifadə edərək öz dərsini planlaşdırıb qurmalıdır. Difersional yanaşma ilə bağlı bir sıra deyir, ümumi yanlış təsəvvür var ki, bəzi müəllimlər deyir, hesab edir ki, tədris zamanı sadəcə bir neçə əlavə fəaliyyət verilməsidir. Əslində, difersional yanaşma müəllimin səriştəliyinin göstəricisidir. Yəni, müəllim səriştəli olarsa, o düzgün şəkildə difersional təlimi təşkil edər. Əlbəttə ki, müəllim həm uşaqların bayaq dediyimiz kimi öyrənmə tərzlərində onların tərzini nəzərə alaraq, sonra hansı iş formalarından istifadə edərək dərsinin təşkilidir ki, buna da nə lazımdır? Səriştə lazımdır. Difersional təlim necə həyata keçirilir? Bax, burada verilibdir. Bu xüsusiyyətlərin əsasında şagirdin marağı nəzərə alınaraq, hazırlıq səviyyəsi nəzərə alınaraq, bir də öyrənmə tərzləri nəzərə alınaraq. Difersional təlimin özünün bir neçə komponenti var ki, burada öz əksini tapmışdır. Əsas da testlərimizdə bu komponentlərdən sual düşür müəllimlər. Məzmun komponenti, proses, nəticə, bir də qiymətləndirmə. Deməli, neçə komponentimiz oldu? 4. Məzmun, proses, nəticə və qiymətləndirmə. Gəlin, indi bunların açar məqamlarına baxaq görək. Məzmun dedikdə nə başa düşürük? Məzmun, müəllimlər, şagirdlərə ötürülən informasiyadır. Birinci neyinirik? Bax, bugün deyirəm ki, dərsimiz hansı 6 standartı olacaqdır. Məsələn, deyirəm, bugün biz difersional yanaşmanı keçmişik. Bax, bu informasiyamızdır. İnformasiyamızı da şagirdlərə ötürərkən idrak, Bloom taksonomiyasına uyğun olaraq ötürməliyik ki, bu mərhələlərdən istifadə edirik. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaqdır ki, yəni tapşırıqların çətinlik dərəcəsini müəyyənləşdirən meyillərdən biri də idraki sahənin mərhələləridir ki, biz informasiyanı şagirdlərə ötürərkən, yəni məzmunumuzu Bloom taksonomiyasının mərhələlərindən istifadə etməliyik. Bu bizim oldu məzmun hissəmiz. İkinci gəlir prosesimiz. Prosesimiz nədir, müəllimlər? Bax, müəllimin şagirdlərə dərsi təqdim etməsi. Biz bunu harada keçmişdik? İnklüziv təhsildə dedik ki, orada təqdim etmədə. Təqdim etmə müəllimin dərsini təqdim etməsi idi. Bu həm də proses adlanır. Belə deyək, fəaliyyət isə şagirdlərin müəllimə fəaliyyətinin çatdırması idi, öyrəndikləri kimi. Bu da eyni ilə. Müəllim şagirdə dərsləri necə təqdim edəcək? Şagirdlərə prosesini necə quracaq? Dərslərini hansı yollarla çatdıracaq? Hansı, belə deyək də, iş formasından, üsulundan istifadə edəcək. Bununla bərabər müəllim prosesini qurarkən əlbəttə ki, onların öyrənmə tərzlərinə görə qurmalıdır ki, yəni şagirdlərə düzgün şəkildə fəaliyyətini çatdıra bilsin, dərsini təqdim eləyə bilsin. Bax, müəllimin proses deyəndə dərsini şagirdlərə təqdim etməsidir. Bax, deyir, nümunə oxu materialından vizual və sözlərlə öyrənənlərə uyğun seçirik. Eşidərək öyrənənlərə səsli versiya ilə dinləmək vasitəsilə seçirik dərsimizi. Kinestik öyrənənlərə tapşırığı bitirmək üçün müxtəlif fəaliyyətlərə imkan veririk.
Fikir mübadiləsi üsulu şagirdlərin tərəfindən seçilməsini bir də təmin edirik. Bax, əgər prosesimi qururamsa, bunları göz önünə alaraq şagirdlərə mövzumu, prosesimi çatdırmaq üçün bu üsullardan istifadə edirik. Üçüncü isə nəticədir. Nəticə isə artıq şagirdin bizə təqdim etdikləridir. Yəni, mən şagirdlərin öyrənmə tərzlərinə görə dərslərimi təşkil etdim, prosesimi qurdum, düzdür. Şagird isə öz fəaliyyətini mənə necə təqdim edəcək? Əgər oxuyaraq, görərək edənlər essedə yaza bilər, layihədən istifadə, şəkillərdən istifadə edə bilər. Məsələn, eşidərək öyrənənlər ən çox da səsli formada bunu mənə çatdırır. Tətbiq edərək öyrənən nələrsə fəaliyyətində nümayiş etdirir. Bax, nəticə budur. Nəticədə şagirdlər öz fəaliyyətini mənə necə təqdim etdi. Prosesdə mən dərsimi, prosesimi necə quraraq şagirdlərə təqdim etdim. Müəllimin təqdimatı olur proses, şagirdin təqdimatı isə olur nəticə. Yadınızda qalsın. Qiymətləndirmə nədir? Qiymətləndirmə də ki, əlbəttə ki, müəllimin qiymətləndirməsidir. Formativ, summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifə ümumi layihə bildirməkdir. Əvəzinə hər şagirdlə əks əlaqə qurulur. Burada diferensiallığa görə onlar ayrı-ayrılıqda çətinlik çəkdiyi mövzu ilə bağlı nəyin üzərində işləyəcəyi barədə də konstruktiv rəy verilir. Baxın, burada nələr verilir müəllimlər? Bərabərlik, ədalətlilik, bir də inklüzivlik. Bir də inklüzivlik elə diferensial yanaşmanın da içərisində yer alır. Yadınızda qalsın, burada inklüzivlik də yerinə yetirilir. Görürsünüz, bərabərlikdə verib, sadə bərabərlik dərsi bərabər təşkil etməyin, yəni yanlış anlamasıdır bu. Bərabərlik bu demək deyil. Biz sanki dərsi bərabər şəkildə, məsəl üçün, informasiyanı ötürdüm, digər şagirdlər kənarda qaldısa, yəni bunlar eşidərək öyrənənlər bunu öyrəndi. Amma digərləri prosesdən kənarda qaldısa, deməli, burada bərabərlik pozulur. Görürsünüz, digər uşaqlar görür, bu uşaq isə nəyi görmür? Tam olaraq, burada nümunə verib də, futbolu görüb. Bunu görmürsə, deməli, burada diferensiallıq pozulubdur. Ədalətlilikdə görürsünüz, uşağın ayağının altına hər hansısa bir əşya qoyaraq, uşağı yuxarıya qaldıraraq səviyyə çatdırır ki, ədalətlilik bərpa edilsin. Digərində isə gördüyünüz kimi inklüzivdir. Bax, inklüzivlikdə də, ədalətlilikdə də hər kəsin görə biləcəyi şəkildə dərslərimin, eşidə biləcəyi, öyrənəcəyi biləcəyi dərslərimin təşkil edilməsidir. Bax, sonra burada digər məsələmiz var. Diferensial təlimin bir sıra üstün cəhətləri var. Burada diferensial təlim əlbəttə ki, təhqiqatlar deyil, göstərir ki, təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı, əlilliyi olanlarda şagirdlər üçün də effektivdir. Şagirdlər materialı necə öyrənə biləcəklərinə dair daha çox seçim verilir. Müəllimlə öyrənmə prosesinin şagird təlim ehtiyaclarına görə təşkil etdiyində siniflərdə daha az nizam-intizam problemi olduğu müşahidə edilir. Bir də əsas məqamlardan biri diferensiallaşma və scaffolding var. Bu anlayış nə deməkdir? Deyir, effektiv diferensiallaşma tədris proqramı şagirdləri yaxın inkişaf zonasının daxilində onların təlim ehtiyaclarına cavab verən və SMART. SMART-ı biz harda keçmişdik? Müəllimlər, illik və gündəlik planlaşdırmada spesifik ölçülə bilən, əldə edilə bilən, realistik və zamana əsaslanan məqsədlər olan deyir, yüksək keyfiyyətli tədris deməkdir. Yəni, uyğunluq təşkil etməlidir, qiymətləndirmədə qiymətləri ölçülə bilən olmalıdır, əldə edilən hədəfə çata bilməlidir, düzgün şəkildə və vaxt baxımında da düzgün qurulmalıdır dərsimiz. Bax, burada scaffoldinglə müəllimlər, deməli, diferensial təlimi qarşı-qarşıya qoyublar. Hər ikisinin məqsədi nədir? Şagirdləri hər ikisinin məqsədi şagirdləri məqsədinə, hədəfinə çatdırmaqdır. Bir də diferensial burada deyir, fərqliliyi nədən ibarətdir? Hər ikisi bir-birindən nəyi ilə fərqlənir? Diferensial yanaşma deyir, dərs prosesində tətbiq olunur. Məsələn, Aygün müəllimə bugün musiqi dərsində 45 dəqiqə ərzində fəaliyyətini necə quracaq? Məzmunu şagirdlərə
şagirdlərə necə çatdıracaq, nəticəni necə şagirdlərdən alacaqdır. Scaffolding isə bütün tədrisi yanaşmanı əhatə edir. Bax, fərq bundan ibarətdir. Personal təlim dərs prosesində tətbiq olunur, scaffolding isə bütövlükdə tədrisi yanaşmadır. Scaffolding nədir müəllimlər? Biz bunu yaxın inkişaf zonasında Levokitskinin sosial inkişaf nəzəriyyəsi bəlkə də yadınızdadır, orada var. Scaffolding, məsəl üçün, dərsi keçərkən şagirdlərin çətinlik dərəcəsini nəzərə alıram, material çoxdursa onu hissə-hissə verirəm, dərsdə məsələn mövzular arasında əlaqələnmə aparıram, onlara aydın şəkildə dərslərimi çatdırıram, mürəkkəbdən sadiyə doğru dərsimi təşkil edirəm. Və bunun özü qısa formada dedim scaffoldingdir. Scaffolding bütün tədrisi ehtiva edir, belə deyək də, tədrisi yanaşmadır. Amma difersional təlim yadınızda qalsın. Difersional təlim bir dərs üçün, yəni bir dərsimizin quruluşu prosesində tətbiq olunandır. Digər bir cəhət var. Difersional təlim fasiltasiyasız da həyata keçirilir. Amma scaffolding fasiltasiyasız həyata keçirilə bilmir. Bax, scaffoldinglə deməli difersional təlimin fərqi bunlardan ibarətdir.